Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilərimiz. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bugünkü videomuzda sizinlə ilənin qısaldılması olan Lalənin başımıza açdığı oyunlardan danışacağam. Daha doğrusu amonimliyindən danışacağım. Bilirsiniz ki, ilənin qısaldılması olan Lalə bir çox funksiyada bizim qabağımıza çıxa bilər. Qoşmanın qısaldılması ola bilər, bağlayıcının qısaldılması ola bilər və yaxud da Lalə fiil düzəldən leksik şəkilçi ola bilər, Lalə zərf düzəldən leksik şəkilçi ola bilər. Bəs biz bunları necə ayıracağıq? Videonu sona qədər izləsəz, videonun sonunda əla, mükəmməl şəkildə biləcəksiniz. Onun öncə isə dərslərimiz haqqında sizə məlumat vermək istəyirəm. Əziz ibtidai sinif müəllimləri, əgər siz də MİQ və sertifikasiya imtahanına bizimlə birlikdə hazırlaşmaq istəyirsinizsə, 077 325 70 77 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Onu da qeyd edelim ki, dərslərimiz həm əyani, həm də onlayn formada tədris olunur. Əyani dərslərimiz Bakıxanov qəsəbəsində keçirilir. Qayıtdıq mövzu izahımıza. Qələmi seçək. İlə, lalə, başımızın bəlası, çətinliyə salan məqam. Bizi çətinliyə salır. İlə, daha doğrusu lalədən danışaq da artıq. Lalə, əgər zərf düzəldən leksik şəkilçi olarsa, çox vaxt mücərrəd mənalı isimlərin üzərinə artırılır və tərz hərəkət zərfinin suallarına cavab verir. Yəni, necə, nə cür, nə təzdə bu suallardan birinə cavab verir. Məsələn, deyirəm ki, ehtiyatla hərəkət elə. Nə tərzdə hərəkət et? Ehtiyatla hərəkət et və yaxud da cəsarətlə döyüşür. Necə döyüşür? Cəsarətlə döyüşür. Nə tərzdə döyüşür? Cəsarətlə döyüşür. Və yaxud da dərslərinizi həvəslə oxuyun. Necə oxuyun? Həvəslə oxuyun. Nə cür oxuyun? Həvəslə oxuyun. Artıq bu zaman nə olur? Necə, nə cür suallarından birinə cavab verir və zərf düzəldən leksik şəkilçi kimi təhlil olunmalıdır. Yəni, ehtiyat sözün kökü, la isə burada bizim söz düzəldici şəkilçimiz olur. La həm də feil düzəldən leksik şəkilçi kimi də qarşımıza çıxa bilər. Bu zaman isə feil nə bildirir? Hərəkət bildirir. Deməli, lalənin qoşulduğu söz ümumilikdə hərəkət bildirəcək. Məsələn, işə başlamaq, nə etmək? İşə başlamaq və yaxud da get əllərini sabunla, nə et? Sabunla. Artıq nə olacaq? Nə et sualına cavab verəcək. Yəni, feilin sualına cavab verəcək və hərəkət bildirəcək. Buradakı la-da leksik şəkilçi olacaqdır. Yəni, söz düzəldicidə yeni bir nitq hissəsi yaradıb. İsimlər, adlardan feil düzəldir. Qoşma kimi olduqda isə nə ilə, kim ilə suallarından birinə cavab verib, vasitə, birgəli, alət məzmununu ifadə edəcəkdir. Məsələn, qələmlə yazıram. Nə ilə yazıram? Qələmlə. Həm nə ilə sualına cavab verdi, həm də qələm vasitəsindən vasitəliyi bildirdi burada. Və yaxud da uşaqlarla danışıram. Kimlə danışıram? Uşaqlarla danışıram. Kim ilə sualına cavab verdi və uşaqlarla birgəlik məzmununu ifadə etdi. Artıq nə olacaq? Burada qoşmanın qısaldılması olan lalə olacaqdır. İlə bağlayıcısı da var. Onun qısaldılması da lalədir. Onu necə fərqləndiririk? Və sözü ilə əvəz edirik. Məsələn, deyirəm ki, Mələklə Emilə gəzirlər. Mələk və Emilə gəzirlər. Görürsünüzmü? Buradakı ləni ilə əvəz eləyə bildim. İlə ilə əvəz eləyə bildiyimə görə də demək o bağlayıcının qısaldılmasıdır. Lakin diqqət eləməli olduğumuz bir məqamımız da var ki, elə onu diqqət yazmışam. Deyirəm, birdən yenə diqqət eləməsiniz. 3 dənə nida qoymuşam axırına ki. Yəni, bu hissəyə fikir verin, ha. Hər və ilə əvəz eləyə bildiyiniz iləni bağlayıcı deyib kənara qoymayın. Hə, və ilə əvəz eləyə bilirəm də, bu bağlayıcıdır. Vəssalam. Xeyr, diqqət eləyək. İlə işlənən cümlənin xəbəri cəmdə olarsa, baxaq, gəzirlər. Cəmdə olarsa, o zaman və ilə əvəz eləyə bilirsən, hə, lap yaxşı, bağlayıcı deyəsən ona. Amma əgər ilə işlənən cümlənin xəbəri təkdə olarsa, sən və ilə əvəz eləyə bilsən belə, o qoşma olacaqdır. Gəlin, bunun üçün də nümunəyə baxaq. Məsələn, qardaşımla mən getdim. Burada siz qardaşım və mən getdim deyə bilirsiniz də. Lakin burada getdim, xəbər təkdədir axı. Ona görə də burada
qoşma olacaqdır. Və yaxud da qardaşımla mən getdik. Qardaşım və mən getdik. Və-ni əvəz eləyə bilirsiniz də. Xəbəri də bir dənə baxın. Xəbər cəmdədir? Bəli. O zaman rahatlıqla bağlayıcı deyəcəksiniz. Yəni, əgər xəbər cəmdədirsə, ona qoşma yox, bağlayıcı söyləməlisiniz. Bunun əlavə olaraq bir məqamı da qeyd eləmək istəyirəm sizə. Əgər bu la ilə olan cümlə, gəlin belə bir cümlə yazaq, cümlə üzərindən izah edeyim. Sən çıxdın qarşıma duzla çörəklə. Sən çıxdın qarşıma, buradan yazaq davamını, duzla çörəklə. Demək, burada lalə var. Birdən bizdən soruşsa ki, bu lalə hansı nitq hissəsidir? Nə bilim, bağlayıcının qısaldılmasıdır, yoxsa qoşmanın qısaldılmasıdır? Siz də deyirsiniz ki, birdən sən çıxdın qarşıma duz və çörəklə. Olar ki, bağlayıcı? Xeyr. Əgər sadalama intonasiyası varsa, duzla, çörəklə, o zaman o qoşma olacaq. Sadalama intonasiyası görsəz, o bağlayıcı yox, qoşma olacaq. Yəni, duz və çörəklə o cür düşünüb onu bağlayıcı adlandırmaq yanlışdır. Sadalama intonasiyası var, görürsünüz, vergül var aralarında. Duzla, çörəklə o artıq ilə qoşması olacaqdır. Birgəlik məzmunu var da artıq burada. Ümid edirəm ki, necə fərqləndirəcəyimiz aydındır. Belə bir məqam da ola bilər ki, orada həm qoşma kimi düşünə bilək laləni, həm də bağlayıcı kimi düşünə bilək. Gəlin bunu silək, başqa bir nümunə yazaq burada. Məsələn, deyirəm ki, anam xalamla qonaqları qarşıladı. Anam xalamla qonaqları qarşıladı. Burada bir düşünmək olar ki, anam xalam ilə qonaqları qarşıladı. Yəni, xalam ilə birgə. Burada nə var? Birgəlik məzmunu var. Bu olacaq qoşma. Yazıram burada qoşma. Bir də var ki, belə düşünə bilərik. Anam xalam və qonaqları qarşıladı. Yəni, bu lanı və kimi də düşünə bilərik. Anam xalam və qonaqları qarşıladı. Burada artıq xala və qonaq sözlərinin arasında ilə bağlayıcısı olacaq. Onda da bağlayıcının qısaldılması kimi düşünə bilərik. Deməli, bir düşünürük, anam xalamla qonaqları qarşıladı. Yəni, anam xalamla birgə qonaqları qarşıladı. Orada qoşma olacaq. Bir də var, belə düşünürəm ki, anam xalam və qonaqları qarşıladı. Xalamı da qarşılayıb, qonaqları da qarşılayıb. Yəni, xalam da gələnlərin içində idi, qonaqların içində idi. Onu da qarşılayıb, digərlərini də qarşılayıb. O mənada düşündükdə isə artıq lanı bağlayıcı kimi hesab eləyəcək. Yəni, sizə testdə verə bilər ki, hansı cümlədə lalə həm qoşma, həm də bağlayıcı kimi düşünülə bilər və yaxud da iki nitq səsi kimi düşünülə bilər, iki köməkçi nitq səsi kimi çıxış edə bilər. Artıq cümləni çalışın ki, iki cürdə düşünə biləsiniz. Bir neçə variantda düşünməyə çalışın. Hansı cavab variantımız uyğun gəlsə, onu da götürəcəyik. İlə ilə bağlı, onun qısaldılması olan layihə ilə bağlı deyəcəyim bu qədər. Şəkilçi kimi çıxış etdiyi məqamları da öyrəndiniz, köməkçi nitq səsi kimi çıxış etdiyi məqamları da öyrəndiniz. Artıq rahatlıqla onları fərqləndirə biləcəksiniz. Əgər nəsə sualınız varsa və yaxud da növbəti videonun nə haqqda olmasını istəyirsinizsə, onu rəy bölməsində qeyd edə bilərsiniz. Növbəti videonun mövzusunu elə siz təklif edə bilərsiniz. Əgər video faydalı oldusa, videonu bəyənməyi, paylaşmağı, YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.